Həqiqətən də repressiyalar çox ciddi şəkildə tüğyan eləyir. Həm Tofiq bəyə qarşı edilən bütün əndazələrin, hədlərin aşılmasıdır. Ölkənin ən dürüst insanlarından, ən mübariz insanlarından biri dələduzluqda ittiham edilir, şərlənir gözümüzün qarşısında. Üzə dururlar, yalan deyirlər, böhtan atırlar və adamı uzun müddətli həbsə göndərməyə hazırlaşırlar. Ölkədə azad söz məhv edilir. Baxın, bu BBC-nin, Amerikanın səsinin, Bloomberg'in, buradakı akkreditasiyalarının ləğv olunması da bütün maskalara attı. Burada nə qaçaqmalçılıqla söhbəti var, nə hansısa qanunsuzluqla mübarizə var. Burada medianı bitirmək layihəsi var. Baxın, bəlkə də Azərbaycanda sonuncu, bəlkə də sonunculardan bir neçəsi qalmış jurnalist idi, müstəqil jurnalist Fatimə Mövlanlı, o da həbs olunub artıq. Deməli, Azərbaycan hakimiyyəti azad mətbuatı tam olaraq bitirmək istəyir. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini, müxalifəti də hamını bitirmək istəyir. Azərbaycan hakimiyyəti istəyir ki, bütövlükdə ölkədə əks fikir qalmasın artıq. Baxın, həmin o BBC başda olmaqla xarici medianın da susturulması, yada salıram ki, Azadlıq Radiosu 10 il bundan qabaq qapanıb. Ölkədə birinci, belə deyək, sonuncu müstəqil qəzet hardasa 9 il bundan qabaq Azadlıq qəzeti qapanıb. Bütün müstəqil saytlar qapanıb. İndi 28 jurnalist həbsdə idi. İndi Fatimə də əgər həbs qərarı təsdiqlənsə olacaq, deməli 29 jurnalist həbs olunur qısa müddətdə Azərbaycanda. Və Azərbaycan hakimiyyəti niyə belə edir? Azərbaycan hakimiyyətinə elə gəlir ki, onlara elə gəlir ki, indi repressiyaları həyata keçirmək üçün əlverişli vaxtdır. Tam əsassız da deyirlər. Deməli, ABŞ-ın yeni administrasiyasının öz fəaliyyətində iqtisadi prioritetləri önə çıxarması, istər-istəməz insan haqları, demokratiya ilə bağlı məsələləri ikinci plana çevirir. Və təkcə ABŞ üçün yox, baxın, ABŞ-ın indi bu gün ən azı yeni administrasiyasının hələlik siyasətində iqtisadi məsələlər daha qabağa çıxıb və Avropa İttifaqı da daha çox indi Ukraynanı necə qorumağın peşindədir, hayındadır. Ona görə də indi Azərbaycan hakimiyyətdə kimin nə prioriteti var da, Azərbaycan hakimiyyətdə cəmiyyəti susturmaq istəyir, fikirləşir ki, nə gözəl vaxtdır, nə əlverişli vaxtdır bu saat, deməli, mən bitirim bu söhbətləri. Və bitmir amma. Baxın, 358, bu gün oldu 359, 400-ə yaxın olur, məhbusların sayı tarixi zirvəsindədir, repressiyalar, amma hələ də bitmir. Nədir bitməyən? İctimai fikirdəki müqavimət də bitməyən. Bilirsiniz, Azərbaycan hökumətinin davası nədir? Təkcə o strukturlaşmış medianı qapatmaq deyil. Təkcə strukturlaşmış medianı qapatmaq olsa, bəs niyə mühacirətdəki fəallar hədələnir? Deməli ki, məqsəd ictimai rəyin üzərində nəzarəti əldə etməkdir. Bax, ona görə də bu Avropada mühacirətdə olan ictimai siyasi fəallar, xüsusilə də blogerlər, jurnalistlər xüsusi hədəfdədirlər. Onlar təhdid olunurlar. Çünki Azərbaycan hökuməti bu vəziyyətdən istifadə edib ictimai rəyin üzərində tam monopoliya əldə etmək istəyir. Amma ona ən çox mane olan həmin o xaricdən idarə olunan YouTube kanalları, Facebook səhifələri, Instagram səhifələri, TikTok səhifələri və digər deməli media resurslarıdır. Ona görə də indi orada əl atırlar. Artıq oradakı olan adamları da susturmağa çalışırlar. Amma səhvə yol verirlər. Deməli, səhvə yol verirlər ona görə ki, birincisi, ABŞ-ın rəsmi dövlət siyasətindən insan haqlarını müdafiə və demokratikləşmə çıxıb eləmir. Dediyim kimi, iqtisadi məsələlər müvəqqəti olaraq qabağa çıxıb. O da müvəqqətidir. Bir müddətdən sonra dəyişəcək. Bəs nəyin əsasında mən deyirəm ki, çıxmayıb əslində ABŞ-ın gündəliyindən insan haqları ilə bağlı məsələ. Baxın, bu arada Belarusla Trump administrasiyasının bir ilkin kontakt diyaloqu oldu. Tələb nə idi? Siyasi məhbusların azad edilməsi. Venezuelada da siyasət dəyişməyib, əksinə daha da sərtləşib Maduro hökumətinə qarşı. Gürcüstanda, baxın, deməli, məsələn, Rusiya münasibəti Trump administrasiyasını dəyişsə də, amma Gürcüstanda Ivanišvili hökumətinə münasibətdə dəyişməyib. Deməli, Avropa İttifaqı və Amerika yenə də birlikdə həm Gürcüstanda, həm Ermənistanda demokratiyanı müdafiə edirlər. Fikir verin, deməli, Trump administrasiyası da orada məsələn Köçəryan rəhbərliyi ilə olan o revanşçıları yox, indiki və Avrointeqrasiyanı seçən hökuməti müdafiə edir. Gürcüstanda da yenə Avrointeqrasiyanı, demokratiyanı seçən deməli Zurabaşvilinin rəhbərliyi elədiyi müxalifət koalisiyasını müdafiə edir. Deməli, bunların hamısına siz fikir verin, hər yerdə söhbət məhz demokratik qüvvələrdən gedir. Ona görə də bu müvəqqətidir ki,
hal-hazırda bu Ukrayna-Rusiya arasında sülh əldə etməkdən ötürü müəyyən çaba göstərilir. İqtisadi maraqlar önə çıxıb ki, məhz yeni seçilmiş prezident öz elektoratına onun mesajını verə bilsin ki, Amerikanın iqtisadi vəziyyətini biz düzəldirik. Mən bir dəfə bu barədə demişdim. İndi kimdəsə sual yarana bilər ki, necə Amerikanın iqtisadi vəziyyətini düzəldirik? Amerika ən güclü ölkədir, o cümlədən iqtisadi baxımdan elədir. Amma Amerikanın ticarət balansında 1,2 trilyonluq mənfi saldo var. Yəni Amerika dünyaya bir ildə 2 trilyonluq mal satır, dünyadan 3,2 trilyon mal alır. Amerikanın nəhəng daxili borcu var, dövlət borcu var. Bütün ümumi daxili məhsulunun 122% qədər. 36 trilyon borcu var. Ona görə də indi Trump administrasiyası bu saat tələsik birinci prioritetə onu çevirir. Amma həmin məsələlər gündəlikdən çıxmayıb. Siz baxın, Amerika kongresmenlərinin mövqeyinə, o cümlədən yeri gəlmişkən, məsələn, ABŞ-ın hər iki partiyasını təmsil edən 20 nəfər kongresmen demək müraciət elədilər Qubad İbadoğlu ilə bağlı. Qubad İbadoğlu ev dustaqlığına, polis nəzarətinə verilib. Amma həbsdə deyil birbaşa. Amma onun çox ciddi xəstəlikləri var, o müalicə olunmalıdır, ölkədən çıxa bilməlidir. Və bununla əlaqədar deməli ABŞ Konqresinin hər iki palatasından 20 nəfər deputat, kongresmen müraciət elədilər. Deməli, insan hüquqları tamamilə bitməyib Amerika üçün də. Avropaya gəldikdə isə Avropa bu böhrandan biraz da ayrılarak çıxır. Nədən ibarətdir bu ayrılma? Avropa dövlətləri, tək Avropa İttifaqı demirəm, çünki Böyük Britaniya da bu işin içindədir. Onlar indi yaşanan bu böhrandan iki nəticə çıxardırlar vacib olaraq. Biri budur ki, Avropanın çox ciddi şəkildə müdafiə qabiliyyəti olmalıdır. Bu barədə biz bu axşam danışdıq. İkincisi də budur ki, demokratiya ən üstün dəyərdir. Və demokratiya Avropa sahib çıxmalıdır. Əgər kimsə sahib çıxmayacaqsa da, Avropanı Avropa eləyən demokratik dəyərlər, insan haqları olub, ona görə də biz Avropa olaraq buna sahib çıxmalıyıq yanaşması var Avropada. Ona görə də Avropa bu böhrandan daha da güclənib çıxacaq. Və Avropa Rusiyanın bu coğrafiyada qarşısına duran bir qüvvə kimi necə Ukraynanı qorumaq üçün səfərbər olunub, necə Belarusdan vaz keçmir, necə Moldovadan vaz keçmir, eləcə də Gürcüstandan, Azərbaycandan, Ermənistandan vaz keçməyəcək, Cənubi Qafqazdan vaz keçməyəcək. İndiki çətinliklər müvəqqətidir. İndiki çətinliklərdən belə deyək, panikaya düşmək lazım deyil. Hökumət də o səhv nəticəni çıxarmaqda səhv eləyir ki, güya ki artıq deməli dünyanın sonudur, daha heç kim demokratiya, insan haqları ilə bağlı sanksiya filan qoymayacaq, istədiyimizi eləyə bilərik, gücümüz çatır, kim istəsə şərliyib həbs eləyə bilərik, heç kim heç nə eləyə bilməyəcək. Səhv yanaşmadır. Xalqı sona qədər məğlub eləmək olmur. Dekabr ayından nə qədər vaxt keçib? 2 ay vaxt keçib, nə tez unutdular? Suriyada nələr edilmişdi? 157 min adam həbs olunmuşdu Suriyada. Axırı nə oldu? Nə ilə bitdi? Nə tez unudur Azərbaycan hakimiyyəti bütün bunların hamısını? Hər dəfə deməli belə hadisə baş verəndən verənə 1-2 ay təsir olur, 1-2 aydan sonra unudurlar gedir. Amma unudulmamalıdır. Heç bir hökumət sonuna qədər öz xalqına qalib gələ bilmir. Və Azərbaycan hakimiyyətdə qalib gələ bilmir faktiki. Baxın, bu günləri indi biz danışırıq ki, hökumət çalışır ictimai rəyə nəzarəti ələ keçirsin. Niyə görə keçirə bilmir? Yaxşı. Baxın, miting imkanları yox, qadağan olunub, artıq 6 il tamam oldu. Heç yerdə miting eləyə bilmirik, toplaşa bilmirik, xalq cəbhəsi qurultayı keçirə bilmir. Ümumiyyətlə, müxalifətçilik adına heç bir fəaliyyətə imkan verilmir. Ölkədə heç bir media qalmayıb. Amma ictimai rəy yenə də onların əleyhinədir. Nəyə görə? Nədən bilmir? Yer gəlmişlər, nədən bilmir? Baxın, mən, hörmətli izləyicilər, sizin nəzərinizə bir məqamı çatdırmaq istəyirəm. Deməli, mən bu müsahibəni Azərbaycan Saatı YouTube kanalı üçün verirəm. Oradan deməli başqa YouTube kanalları, Facebook səhifələri, digər platformalarda da paylaşılır. Amma mən sizə misalı vermək istəyirəm TikTok platformasından. Niyə görə? Mən özüm açıq etiraf edirəm ki, bu platformanı çox dərindən izləmirəm. Amma arada bir monitoring mənə təqdim olunur, mən baxıram. Deməli, TikTokdan hal-hazırda daha çox Azərbaycanlı var. Görünür, istifadə eləmək sadədir, həm də daha anonimdir. Məsələn, Facebookda daha çox ciddidir, həmin o kimliyi təsdiq eləmək. Amma TikTokda milyonlarla Azərbaycanlı oradan xəbər tutur. Və mən nəyi müşahidə elədim? Çoxlu sayda platformalarda bir virtual yarış, səsvermə keçirilir. Kimdir Azərbaycanın milli lideri, milli öndəri? Rəsulzadə yoxsa Heydər Əliyev? Yəqin ki, çoxunuz rast gəlmişsiniz.
Bəlkə mən sizdən biraz sonra xəbər tutmuşam bu məsələdən. Deməli, çox mənə xoş oldu. Demək olar ki, bütün bu sorğuların hamısında Rəsulzadə unutturulması üçün hər şey edilən, şər atılan, dövlət səviyyəsində qara piyara məruz qalan Məhəmməd Əmin Rəsulzadə çox böyük hesabla bütün bu sorğuların hamısında qalib gəlir. Bu nədir? Xalqın qədirbilənliyidir və eyni zamanda bu hakimiyyətə etirazdır bu. İndi İlham Əliyev bu sorğulardan xəbər tutanda düşünür, düşünməlidir. Düşünmürsə də düşünməlidir əslində ki. Yaxşı, Azərbaycan xalqı bu qədər təbliğatdan sonra Heydər Əliyev üçün görün nə qədər təbliğat var. Gecə gündüz bütün bayramlarda təbliğatı gedir. Bütün yaşayış məntəqələrində heykəllər, hər yerdə küçələr adına, nə bilim, prospektlər adına, hər şey, aeroport və s. hər şey onun adını xatırladır ölkədə. Bütün dövlətin informasiya resursları gecə gündüz təbliğatını aparır. Rəsulzadə isə unutturulmaq üçün hər şey edilir və Azərbaycan xalqı bu seçimdə qətiyyən tərəddüd eləmədən Rəsulzadəni seçir. Və İlham Əliyev özünə sual verməlidir. Yaxşı, Azərbaycan xalqı tərəddüd eləmədən Rəsulzadəni seçirsə, sabah onu seçmə imkanı olsa, o nəyə görə seçmədiyi Heydər Əliyevin varisini seçsin, amma rəğbət bəslədiyi Rəsulzadənin ardıcıllarını seçməsin? Hanım burada məntiq? Əgər Azərbaycan xalqı böyük çoxunluqla, yenə də deyirəm, bu elmi sorğu deyil əlbəttə ki, amma niyə görə oradan misal çəkirəm həm də? Çünki orada yüz minlər iştirak edir. Məsələn, bilirəm, indi YouTube-da da çoxlu sorğular keçilir, nə bilim, ən böyük kanalların sorğusunda bəlkə 10 min, 15 min adam iştirak edir. Amma bu TikTok-dakı sorğularda yüz minlər iştirak edir. Əsl xalqdır da, bütün təbəqələri ilə. Elmi deyil, orada olan fəalları əks elətdirir o nisbətdə. Amma əgər 1 yox, 10 yox, 50 platformada bu sorğuların hamısının qalibi Rəsulzadədirsə, bu Rəsulzadə sevgisindən xəbər verir. Və deməli, bu xalqın sabah imkanı olanda məhz Rəsulzadə yolunun yolçularını, Rəsulzadə ardıcıllarını, Respublikadan yana olanları, böyük Rəsulzadənin dediyi kimi insan hüquqlarından yana olanları seçəcək. Və hökuməti bu narahat edir. İctimai rəyi dəyişmək istəyirlər. Tofiq bəylə bağlı məsələyə yenidən qayıtmaq istəyirəm. Tofiq bəy bir insanın öz milləti üçün edə biləcəyi maksimum fədakarlıqları etmiş bir şəxsiyyətdir. Baxın, sonuncu məhkəməsində demək belə bir replika verdi. Dedi ki, bu məhkəmə təsadüf eləyir 26 fevrala, Xocalı soyqırım gününə. Maya xanım, onun həyat yoldaşı, zalda iştirak edir. Biz bu xəbəri aldıq, Xocalıdan olan o görüntüləri gördük və biz bir-birimizə sarıldıq. Onlar gənc ailə idilər o vaxt, 2 qızları vardı, körpə uşaqıydılar. Bir-birimizə sarıldıq və mən göz yaşları içində Maya xanıma dedim ki, uşaqlar sənə əmanət, mən yollanıram savaşa. Tofiq Yaqublu bu şəkildə könüllü savaşa gedib illərlə vuruşmuş, qəhrəmanlıqlar etmiş bu millət üçün bir şəxsiyyətdir. Mən hələ onun 30 ildən artıq demokratiya naminə etdiyi fədakarlıqları demirəm. İndi bax, belə bir adam məhkəmədə haqlı olaraq üsyan edir ki, mən 4-cü dəfə şərlənirəm. Hər kəsə sübut edirəm ki, şərlənirəm. Artıq sayını da unutmuşam ki, neçə ilimi mən həbsxanalarda keçirmişəm. Artıq 64 yaşım tamam oldu. İndi də uzun müddətli məni həbsə göndərmək istəyirsiniz və mənə siz faktiki yaşama şansı vermirsiniz. Üsyan edir Tofiq Yaqublu. Ona görə də mən sizə müraciət edirəm, əziz həmvətənlər. Tofiq Yaqubluya, bizim həbsdə, girovluqda olan jurnalist qızlarımıza və bütün siyasi məhbuslara sahib çıxın. Bilirsiniz, çox yanlış bir stereotip yaranıb bizdə. Belə bir fikir var ki, güya güclü, möhkəm adamların müdafiə ehtiyacı yoxdur. Elə deyil. Əlbəttə ki, biz müdafiə etməsək də, xalq olaraq heç Tofiq Yaqublunu yadımıza salmasaq da, Tofiq Yaqublu yolundan dönən deyil, o cümlədən o bugün qanunsuz həbs olunan siyasi məhbusların mütləq əksəriyyəti. Amma bu azdır. Yalnız bu adamların öz iradəsinə, onların taleyini tapşırmaq düzgün deyil. Bizim dəstəyimiz xalq olaraq hər yerdə onlardan bəhs eləməyimiz, hər yerdə onların haqqını müdafiə eləməyimiz, hər gün bir dəfə heç olmasa bir fürsət tapıb hansısa paylaşımı yenidən bizim dostlarımızla bölüşməyimiz, şərhlər yazmağımız, deməli bu barədə fikrimizi bildirməyimiz, etiraz eləməyimiz, ictimai rəyin dəstəyi bu adamların sabaha ümidini artırır. Yəni dözmək bir başqadır, amma sabaha ümidli olmaq,
Xalqdan əmin olmaq bir başqadır. Ona görə də indi xalqımızın sınağa çəkildiyi məqamlardır. Repressiyaların pik dövrünü yaşayırıq. Bir, çalışın siyasi məhbuslara dəstəyiniz azalmadan artım xətti üzrə geçsin. İki, hökumətin əsas hədəfi əgər ictimai rəydə nəzarəti ələ keçirməkdirsə, siz də sosial şəbəkələrdəki imkanlardan istifadə edin. Hər zaman haqqın yanında olun. Heç olmasa sosial şəbəkələrdə haqqın qarşısında olun. Biganə olub keçməyin. Görürsünüz orada yaltaqlıq var, yalan var, saxtakarlıq var. Hansısa bir özünüzə uyğun bildiyiniz bir formada etiraz edin. Görürsünüz ki, orada bir haqq davası var. Orada bir ədalət davası var. Özünüzə uyğun bildiyiniz bir formada ona dəstək verin. Biganə olmayın. Bu ağır zamanlar gəlib keçəcək. Belə davam eləyə bilməz. Azərbaycanda da demokratiya və azadlıqlar mütləq qalib gələcək. Heç şübhə etməyin.